Bizim cəmi 1 həftə qalıb. Belə çıxır ki, bu hal-hazırda çəkiliş gedir və növbəti həftə yayımlanacaq. Hələ də tərəddüddə olan həkimlər var. Bir cümlə ilə niyə bu konfransda iştirak eləməlidir bir stomatoloq desəz nə deyərdiniz? Əslində 1 həftə qalıbdır. Lakin bu konfransın hazırlıqları 2022-ci ildən, yəni 3 il yarım öncə başladı və çox həyəcanla bütün mərhələləri biz uğurlu bir şəkildə keçdik. Və qeydiyyat artıq keçən ilin may ayından başlamışdır və 1000-ə yaxın artıq beynəlxalq iştirakçılar qeydiyyatlarını tamamlayıblar və səbirsizliklə gözləyirlər konfransı. Bu sayının içində Azərbaycan üçün 150 yer ayrılmışdır. Əslində ölkəmizdə rəsmi qeydiyyatda olan 3500-ə yaxın stomatoloq fəaliyyət göstərir. Bir çox həkimlər də artıq qeydiyyatını tamamlayıblar. Lakin bəzi tərəddüddə olan həkimlərimiz ola bilər. Mütləq iştirak etsinlər. Bu onların həyat baxışını, professional karyeraya baxışı və ciddi motivasiyaya səbəb olacaq bir tədbir olacaq.